Salam hörmətli müəllimlər, hər vaxtınız xeyir olsun. Mən müəllimlərin işə qəbulu və sertifikasiyası üzrə repetitor tarix müəllimi Rəhman Polad. Böyük Karlla bağlı uyğunsuzluğu müəyyən edin başlığı altında tərtib etmiş olduğum testin izahını təqdim edirəm. A variantı qohumlarına torpaq payladı. Bəli, həm qohumlarına, həm də Frank əyanlarına torpaqlar payladı. Bu doğru hesab olunur. B variantı German tayfalarını məğlub etdi. Burada da belə bir məqam var ki, Roma papasını təhdid edən German tayfalarını məğlub etdi, hansı ki onlar İtaliyanın şimalında məskən salmışdılar. Papa da öz təşəkkürünü bildirməkdən ötürü Böyük Karlı Romaya dəvət edir. Bu da doğru hesab olunur. C variantı hərbi islahat keçirdi. Bəli, Karl hərbi islahat keçirir və ordu toplanmasında dəyişiklik yaradır. Və nəticə etibarilə bayaqları qeyd etdiyimiz məqam, hansı ki qohumlarına da torpaq paylamışdı, Frank əyanlarına da torpaqlar paylamışdı və eyni zamanda kəndlilər ordudan uzaqlaşdırıldı. Bu hərbi islahatla bağlı olan məqam hesab olunmaqdadır. Doğrudur. D variantı. Böyük əksər müəllimlərin yazdıqları səhv buradan ibarətdir. Aclıq baş verdi. Böyük Karldan əvvəl əsası qoyulmuş bir siyasət var idi ki, bütün Frank kişiləri döyüşə cəlb edilirdilər və nəticə etibarilə kəndlilərin orduya çağırılması ərzaq qıtlığına, təsərrüfatın dayanmasına və azlığa səbəb olurdu. Ta ki, Karl hərbi islahat keçirib kəndliləri ordudan uzaqlaşdırana qədər. Deməli, Karlın da hakimiyyətinin əvvəllərində belə bir proses qeyd olunub da, deməli, Frank dövlətində də aclıq prosesi baş veribdir. Ta ki, hərbi islahat keçirib kəndlilər oradan uzaqlaşana qədər. Deməli, bu D variantı da doğru hesab olunacaq. Y variantı, Pireney yarımadasının qərbində kiçik bir əraziyə xristiyanlığı yaydı məsələsi, bu yanlışdır. Çünki Pireney yarımadasının qərbində yox, Pireney yarımadasının şimalında bir vilayəti ələ keçirib, burada xristiyanlığı yayır. Buna görə də bizim cavabımız olacaq Y variantı. Hər birinizə müvəffəqiyyətlər.